azad edilən, abadlaşdırılan, əzəli sahiblərinə qovuşan doğma yurt yerlərimizdə bayram tonqalları daha gür yanır, şənliklər daha şux keçir. Gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada keçirdəcəyik ki, o birisi Laçında, o birisi Kəlbəcərdə. İllərdir həsrətini çəkdikləri ocaqlarına dönən sahibləri bu bayramla 30 ilin nisgilini, ağrısını silib atmağa çalışırlar. 2025-ci ilin avqust ayından etibarən Kəlbəcərə 5 mərhələdə köçürülən 135 ailədən biri də Əzimovlar ailəsidir. Gəncədə 32 il davam edən məcburi köçkün həyatından sonra doğma yurda qayıdan Əzimovlar artıq burada ilk Novruz bayramını da qeyd edib. Keçmiş məcburi köçkünlərin fərəh dolu bayram sevincini bölüşmək üçün qapılarını döyürük. Salam, xoş gördük. Salam, xoş gəlmisiniz. Xoş gününüzə gələk. Xoş gəlmisiniz. Bir neçə aydır doğma Kəlbəcərə dönən, gündəlik həyatlarının hər addımında dövlətin qayğısını hiss edən sakinlər buradakı ilk Novruz bayramının da möhtəşəm təşkil olunduğunu, bütün Kəlbəcərliləri bir ailə kimi ocaq başdan yığdığını, birləşdirdiyini, qovuşturduğunu deyirlər. Burada tədbir olubdu. Bal festivalı, Zəfər bayramı, sonra Novruz bayramı. Bizi yaradan Allah haqqı, mənim 69 yaşım var. Mən indiyənə kimi elə bir səviyyəli tədbir görməmişdim. Yaşımda görməmişdim. Mən çox qürur duyuram ki, çox sağ olsunlar. Yenə deyirəm, prezidentimizə, ondan sonra belə gözəl nümayəndələrimizə ki, bizə bu dəyəri veribdi hər kəs. İllərin ayrılığından sonra doğma ocaqlarına dönən Kəlbəcərlilərin sevincinə sevinc qatılıb. Ömrünün ahıl çağında geri dönən ağsaqqallar, ağbirçəklər belə gələcəyə, bu yurdun sabahına böyük inam və ümidlə baxırlar. Yazın gəlişi, təbiətin oyanması isə bu ümidləri daha da çiçəkləndirir. Şükürlər olsun Allaha, çox gözəl, yəni burada da bu şəraiti yaradıblar, yəni binalar, şəraiti çox, yəni heyrətamizdir, çox gözəldir. Yəni tədbirlər də hamısı qaydasında, dövlət səviyyəsində, nümayəndəliyin nəzarəti altında çox gözəl. Yaşlılara baxırsan adam qürur duyur. Yaşlıların üzündəki o təbəssümü görəndə şəxsən mənə ləzzət edir. Qeyd edək ki, Kəlbəcərdə istifadəyə verilən birinci yaşayış kompleksinə artıq 135 ailə köçürülüb. Şəhərdə zəruri infrastruktur layihələri həyata keçirilib. İaişə və xidmət obyektləri fəaliyyətə başlayıb. Keçmiş məcburi köçkünlər burada həyatına doğma yurda sevgi, gələcəyə inam hissləri ilə davam edirlər. Və təbii ki, bir də böyük qayıdışın memarına minnətdarlıq duyğusu ilə. Rasim Əziz, Fərrux Qafarov, Ruzanna Kərimli, Aytən Fehruz, Xəzər xəbər.